Herkese salam, mən Səbinə Sultan və tarix müəllimiyəm. Bugünkü dərsimizdə biz Əfşarlar İmperiyasından sonra Azərbaycan torpaqlarında nələr baş verdi, başlayan feodal dağınıqlıq dövrü haqqında danışacağıq. Xanlıqlar dövrünü yadda saxlamaq üçün, yəni xanlıqların adlarını yaxşı olar ki, onları parçalı şəkildə öyrənək. Məsələn, Şimal xanlıqları 11 dənədir. Şəki, Şamaxı, Quba, Dərbənd, Bakı, Gəncə, Cavad, Lənkəran, Qarabağ, Naxçıvan və İrəvan xanlıqları. Xəritə üzərində öyrənsəz yaxşı olar. Əsasən də xəritə üzərində yerlərini bilmək önəmlidir, testlərdə düşür. Daha sonra cənub xanlıqlarımız 10 dənədir. Təbriz, Xoy, Ərdəbil, Zəncan, Qaradağ, Maku, Marağa, Sərab, Urmiya və Gilan. Şimalda eyni zamanda bizim məlikliklərimiz var. 5 dənə Xaçın vərəndə, Dizak, Çiləbörd, Talış. Bu məlikliklər əsasən Qarabağa yaxın əraziləri xəritədə tapın. Məliklərin yerləşmə yeri orada olur. Sultanlıqlar isə 6 dənədir. İllisu, Qəbələ, Qazax, Şəmşəddin, Borçalı və Ərəş. Bu Şimali Azərbaycanın şimal hissələrinə baxmalısınız. Bu yerləşmə yerlərini tapa bilmək üçün xəritədə. Hər birinə xəritəsini çalışacağam ki, yerləşdirin videoda. Özünüz üçün də dəftərinizə qeyd edin, şəkillərini çəkin, çıxara bilirsinizsə kopyasını çıxarın və üzərində işləyin ki, nə qədər çox işləsəz, o qədər daha yaxşı yadınızda qalacaq. Ümumi olaraq belə deyək, indi biz 18-ci əsrin ikinci yarısı Azərbaycan tarixindən danışırıq. Hadisələr buradan başlayır. Əfşarlar İmperiyası süqut etdi, Nadir Şah sui-qəsd təşkil olundu. Onun varisləri də dövləti saxlaya bilmədilər və parçalandı. Ondan sonra bu dövrdə feodal dağınıqlıq dövrü başlayır Azərbaycanda. Bu feodal dağınıqlıq dövründə də Hacı Çələbi önə çıxır. Keçən dərsimizdə danışmışdıq ki, hələ 1743-cü ildə bir üsyan qaldırmışdı. Gələsən görəsən qalasına yığışmışdılar hələ Nadir Şah sağ ikən. Sonra 1746-cı ildə bunlar azuqə çatışmamazlığına görə barışırlar Nadir Şahla. Onun tabiçiliyini qəbul etmişdi Hacı Çələbi. Və onun ölümündən sonra artıq müstəqil siyasət yürütməyə başlayır və hətta Azərbaycanı birləşdirmək uğrunda mübarizə aparmağa başlayır və Qəbələ, Ərəş sultanlıqlarını özünə birləşdirir. Təbrizə yürüş edir, lakin bu yürüş uğursuz alınır. Bundan sonra Hacı Çələbi Şamaxı xanı ilə birləşir və 1748-ci ildə Qarabağ xanı Pənahəli xana qarşı yürüş edir və Bayat qalasını mühasirəyə alır. Bu 1748-ci il Bayat savaşı adlanır. Bu Hacı Çələbi üçün yenə də bu yürüş uğursuz olur. Gürcü çarı 2-ci İrakli tez-tez həmin dövrdə Azərbaycana yürüşlər edirdi və Şəki xanına qarşı Qarabağ, Gəncə, Qaradağ və Naxçıvan və İrəvan xanları ilə ittifaq qurur. Gürcü çarı 2-ci İrakli Qarabağ, Qaradağ, Gəncə, Naxçıvan və İrəvan xanları ilə ittifaq qurur. Və 1752-ci ildə bu müttəfiqlər yığışırlar. Gəncə yaxınlığında bir Qızılqaya adlı yerdə müşavirə toplayırlar. Burada Gürcü çarı onlara xəyanət eləyir və onlara əsir götürür və bu hadisə Qızılqaya xəyanəti adlanır tarixdə. Hacı Çələbi də gedir Gürcü çarı ilə döyüşə girir və onu məğlub edir, xanları da azad eləyir. Bundan sonra da Qazax Şəmşəddin Borçalını da alır Gürcülərdən. Yadınızdadsa Nadir xan vermişdi onlara. Bunu alır və özünə birləşdirir. Elə həmin il Gürcü çarı Car Balakənə yürüşünü dəf edir və Car Balakəni də öz himayəsinə alır. 1755-ci ildə Hacı Çələbi Şirvana yürüşlər edir. Quba xanı Hüseynəli xan Şamaxı xanına kömək edir və Hacı Çələbini məğlub edir. Hacı Çələbi bundan sonra Osmanlı ilə diplomatik əlaqələr saxlayıb, vergi işlərini nizama salıb, Şəkidə məscid, mədrəsə, ictimai binalar tikdirib. Hətta Rus tarixçisi Pyotr Butkov Hacı Çələbinin xalqın köməyi ilə hakimiyyətə gəldiyini demişdi. Yəni onu xan nəslindən olmasa da xalq ona o qədər çox hörmət eləyirdi ki, onu Şəki xanı olaraq istəyirdilər, onu saxlayırdılar. Hacı Çələbidən sonra hakimiyyətə o Ağakişi xan gəlir. 1755-1759-cu illərdə hakimiyyətdə olmuşdu, lakin tezliklə sui-qəsd nəticəsində öldürülür və hakimiyyət uğrunda, yəni Şəki xanlığının hakimiyyəti uğrunda çəkişmələr artır. Belə bir dövrdə Hacı Çələbinin nəvəsi Hüseyn xan hakimiyyətə gəlir. 1759-1779-cu illərdə 20 illik bir hakimiyyətdir və həmin dövrdə yerli əhali və Qubalı Fətəli xanın köməyi ilə o hakimiyyətə gəlmişdi və Qubalı Fətəli xan ilə müttəfiq olur
və ikisi bir öz aralarında Şamaxı xanlığına hücum edilir və onun torpaqlarını öz aralarında bölüşdürürlər 1767-ci ildə. Lakin bir il sonra 1768-ci ildə Qubalı Fətəli xan bu dəfə də Hüseyn xanı məğlub eləyir. Yəni dost sonradan düşman olur və Şamaxı xanlığını, yəni Şəki xanlığına düşən hissəsini də ondan alır və özünə birləşdirir Qubalı Fətəli xan. Həmin dövrdən sonra yenə də Şəki xanlığının ərazisində çəkişmələr artır hakimiyyət uğrunda. 18-ci əsrin 80-ci illərində Şəki xanı Məhəmməd Həsən xan olmuşdu. O qanunnamə qəbul etmişdi. Vergilər nizama salmışdı. Feodal münasibətlər, sosial təbəqələri, hüquq və vəzifələri haqqında nizama salmışdı. Yəni qanunlar vermişdi və bu qanunnamədə toplanmışdı. 18-ci əsrin sonunda artıq Şəki xanlığı Səlim xan olmuşdu və onun dövründə xanlıq daha da zəifləmişdi və 1805-ci ildə Kürəkçay müqaviləsi ilə görə Şəki xanlığı Rusiyaya birləşdirilmişdi. Həm Gülüstan, həm də Kürəkçay müqavilələrində, yəni Ruslarla Qacarlar arasında olan müqavilələrdə Şəki xanlığı şimal tərəfdə qalmışdı, Ruslar tərəfindən ilhaq olunmuşdu. Bundan başqa son Şəki xanı da İsmail xan olmuşdu və 1819-cu ildə zəhərlənərək öldürülür, suiqəst təşkil olunur ona və bundan sonra Ruslar Şəki xanlığını tamamilə ləğv edirlər. Gəlin indi Quba xanlığı haqqında danışaq. Quba xanlığının əsasını Hüseyn Əli xan qoymuşdu. Əvvəlcə bu xanlığın mərkəzi Xudat olmuşdu. Daha sonradan Qubaya köçürülmüşdü. Xəritədə də indi görsənir ekranda. Nadir ölümündən sonra bu Quba xanlığı da müstəqil siyasət yeritməyə başlayır və 1757-ci ildə Salyan xanlığı da Qubaya birləşdirilir və 1758-1789-cu illərdə Qubalı Fətəli xan hakimiyyətdə olmuşdu. O vergi islahatı keçirmişdi, eyni zamanda köçürmə siyasəti etmişdi. Belə ki, vergi islahatına görə vergiləri, mahal naiblərinin toplanması qadağan edilir. Hər bir kəndxuda şəxsən topladığı vergini gəlib mərkəzə təhvil verməli idi və bəzi mükəlləfiyyətlər yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilə bilərdilər. Köçürmə siyasətinə görə isə Azərbaycanın cənubundan xeyli əhali Şabran və ətrafına köçürülmüşdü. Muhandan Şahsevən tayfalarının bir hissəsi və Dərbənd əhalisinin bir hissəsi də Qubaya köçürülmüşdü. 1759-cu ildə Dərbənd də Qubaya birləşdirilir və Bakı xanlığını da birləşdirmək üçün Qubalı Fətəli xan nigah diplomatiyası istifadə etmişdi. 1767-ci ildə Bakı xanlığı Quba xanlığına birləşir. Beləliklə, bu dövrdə Quba, Dərbənd, Bakı, Salyan birləşmişdi və Azərbaycanın şimal-qərb torpaqları Qubalı Fətəli xanın ətrafında birləşmişdilər. Qubalı Fətəli xan 1767-ci ildə Şəki xanlığı ilə birlikdə Şamaxı xanlığının ərazisini tutur və öz aralarında bölüşdürürlər. Bayaq da bu haqda danışdım. Bir ildən sonra yenidən Şəki xanlığının üzərinə hücum edir və Şamaxı xanlığının ona düşən hissəsini də ondan alır və özünə birləşdirir. Elə həmin ili 1768-ci ildə Cavad xanlığı könüllü şəkildə Quba xanlığına birləşir. Daha sonra bu Qubalı Fətəli xanın bir güclənməyi, birləşdirmə siyasəti digər feodalların, xanlıqların xoşuna gəlmir. Ona qarşı ittifaqlar yaranmağa başlayır. Çünki biz bilirik ki, feodal dağınıqlıq dövrü nəyə görə baş verdi? Çünki hər hakim özü hakimiyyətdə qalmaq istəyirdi, başqasına tabe olmaq istəmirdi, azad olmaq istəyirdi. Beləliklə, Qubalı Fətəli xana qarşı Qarabağ Şəki xanları, 2-ci İrakli və Dağıstan feodalları və Qaraqaytaq hakimi Əmir Həmzə birləşmişdilər. Əmir Həmzənin bacısı Tutubikə Fətəli xanın yoldaşı idi və 1774-cü ildə Əmir Həmzə Xudat çölündə Gövduşan adlı yerdə bir savaş baş verir Əmir Həmzə ilə Qubalı Fətəli xan arasında. Burada Qubalı Fətəli xan məğlub olur və yaralı şəkildə Salyana çəkilməli olur. Bundan sonra Əmir Həmzə də eşidir, Dərbətdə yoxdur Fətəli xan və ora hücum edir. Həmin vaxtı Fətəli xanın yoldaşı Tutubikə Dərbəndi müdafiə eləmişdi. Fətəli xan da dəniz yolu ilə Dərbəndə qayıtmışdı və 9 ay mühasirədə qalmışdı Dərbənd. Fətəli xan da kömək üçün Rus imperatriçası 2-ci Yekaterina'dan kömək istəyir. Ruslar gəlirlər, hücum edirlər bura. Əmir Həmzə 1775-ci ildə Ruslara məğlub olub geri çəkilir. Ruslar Dərbəndə girirlər. Digər tərəfdən Osmanlılar buna narazılıq eləyirlər. Nəyə görə sən Dərbəndə girmirsən?
Ruslar geri çəkilirlər. Bundan sonra Fətəli xan 1780-81-ci illərdə Qarabağa uğursuz yürüşlər edir. 84-cü ildə Ərdəbili Meşkini tutur, lakin geri çəkilməli olur yenə də, çünki feodallar narazı idi, Ruslar narazı idi. Daha sonra isə 89-cu ildə Fətəli xan ölür. Bundan sonra da Quba xanlığı zəifləyir və ona birləşmiş müttəfiqlər də müstəqil olurlar. Bu müstəqillik uzun çəkmir. 1802-ci ildə Georgiyevsk müqaviləsi ilə Ruslara tabe olacağını bildirmişdilər. 1806-cı ildə Dərbənd, Bakı və Quba xanlıqları Ruslar tərəfindən işğal olmuşdu və 1806-cı ildə Qubada yerli bəylərin iştirakı ilə əyalət şurası yaradılmışdı. Sonradan üsyan baş verir və onun bəhanəsini bu əyalət şurasını da ləğv edirlər. Və sonraki dövrdə də burada mərkəzi Dərbənd olan hərbi dairə rəisliyi yaradılmışdı və bu hərbi dairə rəisliyinə Quba əyaləti də daxil idi. Bunu da yadınızda saxlayın, Quba ilə bağlıdır. Qarabağ xanlığına keçək. Bu Qarabağ xanlığının əsasını Cavanşir tayfasından olan Pənahəli xan qoymuşdu. Qarabağ xanlığı 1748-ci ildən 1822-ci ilə qədər mövcud olmuşdur. Pənahəli xan özü 1748-ci ildən 1763-cü ilə qədər hakimiyyətdə olmuşdu. O Nadir Şahın sərkərdələrindən biri olmuşdu və xanlığın əhalisi Cavanşir tayfası, 24-lər tayfası, 32-lər tayfası, Kəbirli, Baharlı, Kolanı türk tayfaları ibarət olub və burada xristian albanlar da yaşayıblar. Xanlığı yaradandan sonra Nadir Şah tərəfindən sürgün edilən bir çox tayfalar geri dönmüşdülər. Yadınızdadsa Nadir Şahın hakimiyyətə gəlməsinə qarşı çıxan tayfalar vardı. Biz Nadir Şah mövzusunda bunu danışmışdıq və Nadir Şah hakimiyyətə gələndən sonra onlar sürgün etmişdi Xorasana. Onun ölümündən sonra xanlıq yaranır və onlar geri qayıdırlar. 1748-ci ildə Kəbirli mahalına Bayat qalasını tikdirir Pənahəli xan. Daha sonra Bayat savaşından sonra Ağdama yaxın olan Şahbulaq qalasını tikdirir. Sonra bunu da o qədər də ürəyincə olmur və üçüncü olaraq Şuşa qalasını tikdirmişdi. Şuşa qalası hündür bir yerdə idi, strateji cəhətdən tutması çətin bir mövqedə yerləşirdi. Şuşa sonradan Qarabağ xanlığının paytaxtı olmuşdu və Pənahabad adlanmışdı. Gəncə, İrəvan, Naxçıvan, Ərdəbili asılı hala salmışdı Pənahəli xan. Daha sonra burada xristian Alban məliklikləri var idi. Onlar da Qarabağ xanlığına tabe edilmişdilər. İlk Vərəndə, sonra Xaçın, Dizaq, Çiləbörd, sonda isə Gülüstan, digər adı ilə Talış məlikliyi tabe edilmişdi. 1757-ci ildə Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş etmişdi və Xatın Arxı adlı yerə çatmışdı. Bu zaman yenə cənubdan Kərim xan Zəndin fəallaşması ilə o geri qayıtmaq məcburiyyətində qalmışdı. Daha sonra 1759-cu ildə Fətəli xan Əfşar Qarabağa hücum edir və Şuşanı mühasirəyə alır. Pənahəli xan asılılığı bu zaman qəbul etmişdi. Daha sonra Kərim xan Zəndlə ittifaqa girmişdi. Naxçıvanın Zəngəzur, Təbrizin Qapan, Qarabağın isə Mehri mahallarına sahib olmuşdu. 1763-cü ildə müttəfiqlər Fətəli xan Əfşarı məğlub edirlər və Kərim xan Zənd Pənahəli xana xəyanət eləyir. Onu Qarabağa dönməsinə icazə vermir və Şirazda saxlayır. Bu zaman Qarabağda hakimiyyətə Pənahəli xanın oğlu İbrahim Xəlil xan gəlir. O 1763-1806-cı illərdə hakimiyyətdə olmuşdu. 1768-1774-cü illərdə Rusiya-Osmanlı müharibəsində Qarabağ məlikləri fəallaşırlar və Rusiyanı Azərbaycana dəvət edirlər. Bu zaman İbrahim Xəlil xan onları yenidən özünə tabe edir və Naxçıvan, Gəncə, Təbriz xanlarını da özünə tabe etmişdi. 1780-81-ci illərdə də Qubalı Fətəli xanın Qarabağa uğursuz yürüşləri olmuşdu. 1805-ci ildə Qarabağ xanlığı Kürəkçay müqaviləsi 1805-ci ildə bağlanmışdı. Burada Ruslara sədaqətli olacağına aid öhdəlik götürmüşdü. Ümumiyyətlə bu müqavilələr haqqında ayrıca bir dəstə danışacağıq. Sadəcə hər xanlıq mövzusunda da bunu qeyd edirəm ki, çünki xanlıqların aiddir. Daha sonra Qarabağ xanlığı 1-ci Rus-Qacar müharibəsindən sonra bir müddət öz daxili müstəqilliyini qoruyub saxlayan xanlıqlardan biri olmuşdu. Daha sonra isə 1822-ci ildə Qarabağ xanlığı Ruslar tərəfindən ləğv edilmişdi.